Çoklar salam. Birinci test 34. Avtomobil iki şehir arasındaki e, 600 kilometr mesafənin 5'te ikisini 80 kilometr bölü saat sürətlə. Deməli, 600 kilometrin 5'te 2 hissəsini tapırıq. Bunun üçün 600'ü bölürük 5'e, vururuq 2'ye. Bu bizə verir 240. Deyir ki, bunu 80 kilometr bölü saat sürətlə getdikdən sonra, yəni 240 kilometr 80 ilə getmək üçün neçə saat lazımdır? 3 saat. Deməli 3 saat yol getdi, düzdürmü? Sonra 2 saat dincəldi. Üstə gəldi 2 saat da dincəlib. Deməli vaxtın 5 saatı getdi. Qalan yol hansı sürətlə getməlidir ki, bütün yolu saat 7 saata bitirmiş olsun. Qalan yolumuz nə qədərdir? 600, düzdürmü? Çıxılsın 240. 240 gedilib. Qalan yolumuz neçə kilometrdir? 360 kilometr. Bəs qalan saat, nə qədər saatımız qalıb? 3 saat yol gedib. 2 saat dincəlib. Bizə də cəmi 7 saat vaxt veriblər. 7-dən 5 çıxıram. Deməli, mənim 2 saat zamanım qalıb. Düzdürmü? 360 kilometri 2 saata getməlidir. 360'ı bölürəm 2'ye. Bu da olur 180. Düzgün cevap birinci testimizdə Y variantı. Daha sonra ikinci teste baxaq. Avtomobil yolun yarısını 48 kilometr bölü saat sürətlə. Deməli, bu bizim yolumuz. Yolun tən yarısını 48 kilometr bölü sürətlə 5 saata gedibsə, 48 vur 5, deməli neçə kilometr gedib? 240 kilometr. Deməli, yolun bu yarısı 240 kilometrdirsə, bu yarısı da 240 kilometrdir. Qalan yarısını 60 kilometr saat sürətlə getmişdir. Yəni 240'ı bölürəm 60'a, 4 saat yolda olub. Bütün yolu deyir uşaqlar, 4'ü sevincək cavab götürməyin. Bütün yolu. Deməli 5 saat burada, 4 saat da burada. Bütün yolu neçə saata gedib? 5 üstə gəl 4. Düzgün cavab ikinci testimizdə 9. Daha sonra avtomobil birinci gün 9 saat, ikinci gün 4 saat yolda olmuştur. İkinci gün birinci gündən 450 kilometr az. Uşaqlar, yadınızda qalsın. Az demişdim ki, bəzi sözlər var. Az, çox, böyük, kiçik, baha, ucuz və ya artıq. Bu sözlər aradakı fərqi bildirir. Yəni 400 kilometr az o deməkdir ki, birinci gün ve ikinci gün arasındaki saat fərqini tapaq. 9 çıx 4, 5. Bu nə deməkdir? 5 saata 450 kilometr gedibsə, 1 saata getdiyi yol taparıq. 450 böl 5. Bu nədir? Sürət. 1 saata getdiyi yol. İkinci gün neçə kilometr yol gedib? İkinci gün 4 saat. 4'ü vuraram 90'a olur. Düzgün cevap B variantı. 360. Birinci günü soruşsaydı 9'u vurardıq 90'a 810. Dördüncü test avtomobil 4 saate 180 kilometr yol gedir. Deməli 4 saate 180 kilometr yol gedirsə 180 bölünsün 4. Bu bize verir 45 kilometr saat. Deyir ki, sürəti avtomobilin sürətinin 3'te 1 hissəsi qədər. Yəni 45'in 3'te 1 hissəsi tapmaq üçün 3'e bölüb 1'ə vururuq. Yəni sürəti 15 kilometr saat olan velosiped 60 kilometr yol neçə saata gedər? Yəni 1 saata 15 kilometr gedirsə neçə saata 60 gedər? 60'ı bölürəm 15'e. Düzgün cevap C variantı. Beşinci testə baxırıq. İki məntəqə arasında 840 kilometr məsafə var. Avtomobil bu yolu 10 saata getməlidir. Nə deməkdir? Yəni 840'ı 10 saata getmək üçün sürət olmalıdır 84 kilometr saat. Avtomobil bu yolun 4'te 1 hissəsini 70 kilometr saat sürətlə getdi. Aha, tapaq. 840 kilometr yolun 4'te 1 hissəsi böl 4 vur 1. Yəni 210 kilometrini gedib 70 kilometr saat. 210 bölünsün 70'e. Deməli, bu bizə 3 saat yolda olub. Düzdürmü? Qalan yolu. Yolumuz nə qədərdir? Baxın, yolumuz 840'dır.
Bu yolun dörddə birini gedib. Yəni 210. Nə qədər qalıbdır? 840 çıxılsın 210 bərabərdir 630 kilometr qalan yol. Bəs hansı sürətlə getməlidir? Bu 10 saata getməli idi. Heç bu bizə lazım deyilmiş. 10 saata getməliymiş. 3 saatı gedib. Deməli, neçə saatımız qalıb? 10 çıx 3, 7 saatımız qalıb. Düzdürmü? O zaman 630-u 7 saata getmək üçün sürət olmalıdır 90 kilometr böl saat. Yəni düzgün cavab 5-ci testimizdə D variantı. Uşaqlar, bizə deməli belə bir test sualı dəyişmiş formada belə də sala bilərlər. Qalan yolda sürətini nə qədər artırmalıdır? Qalan yolda sürətini nə qədər artırmalıdır? Bax, orada diqqətli olun. Çünki əslində bu getməli idi 84, 70 ilə gedib, düzdürmü? 70 ilə. Qalan yolda bunun sürəti olmalıdır 90. Yəni 84 idi. 90 olmalıdır. Sürətini nə qədər artırmalıdır? 6 km saat. Həmişə şərti diqqətlə oxuyun. Görün sizdən nə soruşur. 6-cı test sürəti 40 metr dəqiqə, yəni 1 dəqiqə 40 metr olan uşaq ev ilə bağça arasındakı məsafəni 16 dəqiqə ərzində 2 dəfə gedib qayıtdı. Uşaqlar nə edib? Bu ev, bu bağça. Uşaqlar nə edib? 2 dəfə gedib qayıtmanı başa düşməyib. Deməli, bir dəfə getdi, bir dəfə qayıtdı. Düzdürmü? Bu bir. Sonra ikinci dəfə getdi, qayıtdı. Uşaqlar, ev və bağça arasındakı bu yolu və bu yolu neçə dəfə getdi? 1, 2, 3, 4. Deməli, 16 dəqiqə ərzində gedibsə, 16-nı bölürəm 4-ə. Nəyə görə 4-ə böldüm uşaqlar? 2 dəfə gedib qayıtdı. Deməkdir ki, bir yolu 4 dəfə getdi. İndi bizə deyir ki, sürəti 40 metr böl dəqiqə olan uşaq evlə bağça arasındakı məsafəni 16 dəqiqə ərzində 2 dəfə gedib qayıtdı. Evlə bağça arasındakı məsafəni tapın. 4-ü vururuq 40-a. Bu da bizə verir 160 metr. İndi uşaqlar nəyi səhv eləmişdi deyəm. Uşaqlar götürmüşdü 16-nı 2-yə bölmüşdü 8. 8-i 40-a vurub 320 yazmışdılar. Axı 2 dəfə gedib qayıtmaq eyni yolu 4 dəfə getməkdir. Ona görə 16-nı 4-ə böldük. Bu da diqqət tələb edən daha bir tapşırıq. Avtomobil birinci gün 4 saat, ikinci gün 6 saat olmaqla cəmi 400 km yol getdi. Avtomobilin sürəti 2 gün ərzində eyni olarsa birinci gün neçə kilometr yol getmişdir? Bayaq dedim az, çox və ya artıq, baha sözləri olanda aradakı fərqi tapırsınız. 4 dənə də sözümüz var ki, cəmi, birlikdə, hamısı, bütün. Yəni bunlar bizim açar sözlərimizdir. Məsələdə bu sözlər gəldikdə, deməli orada toplama əməli var. Yəni 4 saat, 6 saat. Cəmi neçə saat oldu? Cəmi 10 saat. Düzdür? 10 saata 400 kilometr yol gedibsə, 1 saata 400 böl 10, 40 kilometr böl saat. 1 saata gedilən yol. Birinci gün deyil. Birinci gün 4 saat getdiyinə görə 4-ə vururam. 40-a düzgün cavab A variantı 160. İkinci günü soruşsaydı 6 vur 40, 240 deyərdik. 8. Avtomobil 450 km yol getməli idi. Əvvəlcə 50 km sürətlə 3 saat yol getdi. Aha, 50-ni vururam 3-ə. Deməli 150 km getdi. Sonra qalan yolda. Qalan yolumuz nə qədərdir? Gəlin qalan yolumuzu tapaq. 450 çıx 150. Bu da olub 300 kilometr. Qalan yolda sürətini 10 kilometr böl saat sürət artırdı. Sürət 50 idi, 10 artırdı. Sürət 50 idi, 10 artırdı. Sürət neçə oldu? 60. Düzdür. Deyir ki, avtomobil bütün yol neçə saata getdi? Yəni 300 kilometri gedib 60-dan. 300-ü bölürəm 60-a. Cavab 5. A variantında 5 məni gözləyir. Amma artıq mən bilirəm ki, məndən bütün yolu neçə saata getmişdir deyir. Əvvəl 3 saat getdi, sonra da 5 saat getdi. Bütün yola neçə saat vaxtı getdi? Y variantı 8. Diqqətsizlik edib elə 5 götürən tənbəl yoldaşlarımız var idi. Avtomobil 4 saata 144 km getdi. Sonra sürətini 6 azaltdı və qalan yolu 5 saata getdi. Yolun ümumi sonu. Deməli, 4 saata 144 gedirsə, birinci 144-ü bölürəm 4-ə. 144 bölünsün 4. Niyə? Çünki biz sürəti bilmirik axı. Bu bizə verəcək 30
6 kilometr saat. Sonra sürəti 6 azaldıram. 36-nı 6 azaldıram. Sürət oldu 36 kilometr saat. Qalan yolu 5 saata getdi. Deməli 30-u vururam 5-ə. 150 kilometr. Əlbəttə ki, cavab yenə də A variantı deyil. Nəyə görə variantı deyil? Bu məndən yolun ümumi uzunluğunu istəyir. Əvvəl 144 gedib, indi də 150 gedib. 144 üstə gəl 150. Bu da bizə verir 294, yəni C variantı. Daha sonra 10-cu testə baxırıq. Avtomobil 360 km yol getməli idi. Əvvəlcə 40 km sürətlə 5 saat yol getdi. Yəni 40 vur 1 saata 40 km gedirsə 5 saata 200 km getdi. Qalan yol 360 kilometrdən 200 kilometr gedibsə qalan yol neçə kilometrdir? 160. Qalan yolu 4 saata getdi. 160-ı bölürəm 4-ə. 40. Qalan yolda hansı sürətlə getmişdir? Cavab oldu 40. Soruşa bilərdi ki, əvvəl elə sürət eyni olubdu da. 40. Deyəcəkdim ki, soruşa bilər ki, sürət neçə kilometr artıb azalıb elə eyniymiş. 10-cu testimizin düzgün cavabı D variantı. Hər videonun sonunda deyirəm, yenə də deyirəm, uşaqlar şərti diqqətlə oxuyun. Sadəcə olaraq şərti diqqətlə oxuyun. Uğurlar.